Kurs boyunca qarşınıza layihələrlə bağlı müxtəlif əlavə edilmiş fayllar çıxa bilər. O layihələri siz də endirərək özünüz müstəqil hazırladığınız layihənizlə tutuşdura bilərsiniz. Bunu müəyyən çatışmazlığın olub-olmadığını yoxlamaq üçün edəcəksiniz. İndi isə bu tip faylları necə endirəcəyimizə diqqət yetirək. Baxdığınız bu dəstə qaynaqlar bölməsinə klik edirsiniz və hazırda açdığım pəncərə qarşınıza çıxmış olacaq. Sonra mənbə qovluğuna klik edirsiniz. Gördüyünüz kimi qarşımıza bir Excel faylı və bir Power BI proyekti çıxmış oldu. Məhz bu Excel faylı həmin proyektin data mənbəsini təşkil edir. Proyekti və Excel faylını əgər istəsək arxivdən çıxara bilərik. Bunun üçün sadəcə onları mouse'un sol düyməsi ilə tutaraq başqa bir yerə kopyalaya bilərik. Həmçinin üzərlərində 2 dəfə klik etməklə də birbaşa açmaq olar. İndi mən proyekti görmək üçün onu açacağam. Gördüyünüz kimi Power BI Desktop qarşımızda açılır. Bəli, Power BI Desktopda satışlarla bağlı olan hesabat qarşımıza çıxmış oldu. Data View hissəsinə baxa bilərik. Mən Data View hissəsinə klik etdikdə qarşımıza heç bir data çıxmadı. Lakin sağ tərəfdə olan cədvəllərdən hər hansısa birində bir sütuna klik etdikdə digər məlumatlar da qarşımıza çıxmış oldu. Əlavə edilmiş layihə fayllarını bu şəkildə istifadə edə bilərsiniz. Bununla biz Power BI Desktop'un mənbə faylına uğurla bağlamış olduq. Növbəti dərsdə görüşənədək.